Mən xanıma indi nə edəcəm? Yuxarı baxın, zəhmət olmasa. Bax ətini. Bax yandan çək. Məqsədim bu əti buradan yox eləməkdir. Xanım məndən xahiş edib ki, sadə bir şeylər istəyirəm. Onu nəzərə alacağım. Düzdür, ustanı düzgün seçməyib. Abartılı bir ustanı sadə, makyaj, amma eyb yox. Bugün sizin xətrinizə eləyəcəm. İlk öncə gözlərdən başladım. Gözün üstündəki olan əti yoxa çıxartmağa çalışdım. Və burada demək olar ki, cərrahi işləri görürəm. Xanım özü də məəttəl qalmışdı ki, yəni gözümün üstünün ətini necə yoxa çıxarda bilərsən ağrısız. Burada da gözün üstündəki əti göstərirəm, pinsetlə göstərirəm ki, daha yaxşı görünsün və beləliklə bu da kleyləndi və bu gözün üstündə ətini yoxa çıxartdım. Təbii ki, az miqdarda və keçirəm üzgərmiyə. Göz ətrafı dartıldı, yanaqlar çəkildi, buxaq çəkildi, alın gərmə oldu və üzdə ləkələr olduğu üçün ilk öncə tünd tonaldən istifadə elədim, sonra isə rəngini açdım. Kiprikləri qattaladım, kipriklər düz idi və sonra gözünə kiprik qoydum. Xanım o qədər sadə makyaj istəmişdi ki, ümumiyyətlə nə zərrin, nə tenin olmasını istəmirdi. Amma buna baxmayaraq mən təbii ki, müdaxilə elədim və xanıma buradan öz təşəkkürümü bildirirəm ki, heç bir işimə qarışmadan məni sərbəst buraxdı və mən öz görmək istədiyim kimi xanımı bəzədim. Və illər öncə laynerdən istifadə eləmişdi. Son dönəmləri ümumiyyətlə layner çəkmədiyi üçün xanıma burada layner çəkdim. Çox xoşu gəldi və dodaqlarının üstünü böyütdüm, aşağısı isə balacalaşdırdım. Düşdüm saça. Xanımın oğlunun toyu idi, o məndən ukladka istədi, öz saçından ukladka, amma buna ürəyim dözmədi ki, yəni belə bir şey olmaz, ukladka ilə ana toya getməz. Və burada təpəlikdən istifadə elədim. Sağ olsun dediyim kimi, xanım da yenə heç bir müdaxilə eləmədən mən təpəlikdən istifadə elədim. Saçını isə açıq istəyirdi, mən də buna razı oldum və beləliklə saçlarımız hazır, xanım hazır. Mən xanımı çox bəyəndim, inanıram siz də bəyənərsiniz. Əgər bəyənmiş olarsınızsa öz fikrinizi bildirməyi unutmayın.